Salam əziz şagirdlər, 9 mart buraxılış imtahanının riyaziyyat suallarını izahına baxırıq. 61-ci sualda bizə verilib kök altında 11 çıx 21, buraq 11 plus 21. Adi bir kvadrat tənliklərə aid bir sualdır. Gəlin həll eləyək. Bərabərdir, bunları bir kök içinə sala bilərik. 11 çıxaq kökdə 21, burada olacaq 11 plus kökdə 21. Və bərabərdir, a minus b, a plus b qaydası ilə 11-in kvadratı eləyəcək 121, çıxaq kökdə 21-in kvadratı da 21. Buradan çıxsaq kök altında 100, cavab da edəcək 10. 61-ci sualda cavab 10. 62 loqaritmaya aid bir sualdır. Loqaritma 2 əsasdan 14-ün kvadratı çıxaq 10-un kvadratını yaza bilərik. 14 çıx 10, bir dəfə də 14 plus 10 böl 24. Burada 14 plus 10 ilə 24 ixtisar gedəcək. Alınacaq loqaritma 2 əsasdan 4. Loqaritma 2 əsasdan 4-ü də yaza bilərik 2-nin kvadratı. 2 gələr qarşıya. Loqaritma 2 əsasdan 2. Bu da cavab eləyəcək 2. 64-cü sualda ifadəsini deyir vuruqlara ayırın. Ortaq vuruq 5-i çıxardarıq. 5-i çıxarsaq qalacaq 5 çıx a. 65-ci sualda ən böyük və ən kiçik qiymətləri soruşur. Burada x 5,3-dən burada bərabər var ya yox. Bir dəqiqə burada. Uşaqlar, indi buradan baxıram ki, burada mənfi işarəsi olmalıymış. Aha, ən böyük və ən kiçik qiyməti soruşur. Mənfi 5,3-dən böyük olar mənfi 5. Ən kiçik mənfi 5-dir, ən böyüyü də əlbəttə ki 5-dir. Cavab da eləyəcək mənfi 25. Sonra növbəti sual keçirik. 2 perpendikulyar müstəvi birindən 2 cm, digərindən 4 cm məsafədə yerləşən nöqtədən bu müstəvinin kəsişmə xəttinə qədər olan məsafəni soruşur. Bir müstəvi bu olsun, bir müstəvi bu perpendikulyardır. Birindən 2, digərindən 4. Aha, bura 2 isə avtomatik burada 2 olacaq, burada 4. Bizdən bax bu məsafəni soruşur. Bu məsafəni soruşursa burada Pifaqorluq, buraya da bir x desəm, olacaq x kvadratı bərabərdir 4 plus 16, x kvadratı 20, x də eləyəcək 2 kökdə 5. Sonra növbəti suala baxırıq, hansı hissəsi irrasionaldır? Ümumi sayırıq, 10 dənə ədəd var. İrrasional olanları sayaq. Pi kökdə 3, mənfi kökdə 2, bir də 3 kökdə 5. Burada kökdə 9-dan 3 çıxır, bu rasionaldır. Onda nə qədər oldu? 4 dənə. Hər tərəf 2 ixtisar eləsək, cavab olacaq 5-də 2. Bu sualda nəsə görünməyib, ona görə deyə bilmirik. İndi uşaqlar şəkili filan tam çəkib göndərsə həllini bir də çəkib qoyaram. Sonra paralel köçürmədə x' plus 4-dürsə, deyir y' də y plus 1-dirsə, A nöqtəsi hansı nöqtəyə keçər? Yəni, mənfi 3-ün üstə nə gəlməliyik? 4 yazıram. Mənfi 3 üstə gələk 4. Bu edəcək 1. Demək 1 nöqtəsinə keçdi. Burada da 2 üstə gələk 1. Bu da eləyəcək 3. Olacaq 1, 3 nöqtəsinə keçər. Burada ədədi silsilədə y-i tap deyir. Biz demişdik ki, ədədi silsilədə orta hədd kənar ədlərin ədədi ortasına bərabərdir. Onda yaza bilərəm 3 minus y bərabərdir. Y minus 2 üstə gələk 6 çıxaq y bölək 2. Burada y-lər ixtisara gedəcək. Onda modulda 3 çıx y bərabərdir. Mənfi 2, 6, 4, 4, 2-yə bölsəm 2. Burada 3 çıx y bir dəfə 2-yə bərabər eləyəcək, bir dəfə də mənfi 2-yə bərabər eləyəcək. Buradan y 1 edəcək. Buradan y çıxılan tapanda azalandan fərqi çıxırıq. Eləyəcək 5. Yəni 3 çıx mənfi 2. Bu da y bərabərdir 5. İndi bizdən y-in hansı qiymətində soruşur? İki kürənin birincisinin həcmin digərindən 27 dəfə böyükdür. Bunda yazırıq V2 bölək V1 27 dəfə böyükdür. Aha. Bərabərdir. Burada nə idi? K kubu. Bu 27 dəfə böyükdürsə, V2-nin yerinə yaza bilərəmi? 27 dənə V1 bölək V1 bərabərdir K-nın kubuna. Buradan V1-lər ixtisar gəlsə, K kubu edəcək 27. Buradan K-nı taparıq 3. Sonra bizdən soruşur ki, səthi sayıların nisbəti. Sahələrdə isə uşaqlar K-nın kvadratı idi. Bu oldu mu 9?
Ondan hansı nisbətdəymiş? 9 böl 1 nisbətində. Sinus x a minus 1 böl 2-də qiymət aralıqları nə idi? Sinusda -1, -1. Onda yazıram açıq 1 böl 2, kiçik bərabər 1. Hər tərəf 2-yə vurarıq. Eləyər açıq 1, burada 2. Hər tərəfin üzərinə 1 gələrəm. -1, a, burada edər 3. Demək, -1, 3 aralığı olacaq. Diagonallarının sayı n vuraq, n-3 böl 2. Bunu bizə verib 9. Buradan n vuraq, n-3 bərabərdir 18. Bunu diskriminantdan da tapmaq olar. Ədəddən də n-i 6 tapa bilərik də. Çünki 6-yı 3-ə vuranda 18 edir. Bizdən də n-i soruşur, olur 6. Belə uşaqlar, hələ ki əlimizdə olan sualların həllini sizlərlə paylaşdım. Sağ olun, növbəti suallar da gəldikcə inşallah paylaşacaq. Sağ olun, salamat qalın.